Turistlərimiz yenə bir həftəlik fasilədən sonra səfərə çıxıblar. Bu dəfəki səfərləri Rusiyanın şəhər statusu almış ən cənub şəhəri olan Dərbəndədir. Türk dilində dar, fars dilindənsə bənd sözlərinin birləşməsindən yaranan Dərbəndin mənası dar keçid deməkdir. Rusiyanın muxtar vilayəti olan Dağıstanın ikinci böyük şəhəri Dərbəndə Bakıdan getmək fikrinə düşsəniz, onda bilin ki, bunun üçün qarşınızda ənənəvi üsullar olan taksi və avtobuslarla bərabər həm də qatarla getmək variantı da var. Bakı ilə məsafəsi 250 kilometr olan şəhərdə 120 minə yaxın insan yaşayır. Müxtəlif dinlərin və millətlərin toqquşduğu bu məkan əsl tolerantlıq nümunəsidir. Bu sakit, bəzən də aqressiv şəhərə yollanan turistlərimizin başına hansı hadisələrin gəldiyini və kimin qalib olduğunu bilmək üçün vurtut 25 dəqiqə gözləmək lazım gələcək. Xülasə, bu da Dəmirqapı Dərbənd. Hamıya salam. Düz bir həftədən sonra fototur efirdədir. Amma Dərbənddə, təbii ki biz Dərbəndəyik və görürsünüz ki ətrafımızda gözəldir, düz arxani fokusdur, amma neysə. Burada nə fikirlərsən, Dərbənddə nə edə biləcəksən? Dərbənddə nə etsən, mən bilirəm gözəl olar. Mən onu deyim ki, əslində ola bilər ki, sən Azərbaycan şəhərləri barədə məlumatlı olasan və hər dəfə səndən qabaqlıydın, amma onu deyim ki, Tural rusca o qədər də yaxşı bilmir və bilmirəm o nə dərəcədə burada imkanlardan yararlana biləcək, amma özümə arxayınam çünki ən azından rus dilini bilirəm. Rus dilini bilmək əsas şərt deyil. Bura Azərbaycanlıların olduğu məkandır və belə deyim, daha çox olduğu məkandır. Ona görə mən fikirləşirəm ki, heç bir əzəşinə biləcək olmaz. İnşallah, nəysə, biz sizinlə hələlik sağollaşırıq, sonra qədər bizi izləyin, çünki bura Dərbəndir. Uşaq vaxtı kitablardan oxuduğum, adını demək olar ki, hər dəfə Dəmirqapı Dərbənd kimi eşitdiyim şəhər və şəhərin yuxarı hissəsində yerləşən məşhur Narın qala. Giriş qiyməti böyüklər üçün 100 rubl olan qalada, əgər hər hansısa çəkiliş etmək istəyirsinizsə, onda 50 rubl da artıq ödəyirsiniz və içəridə qaydaları pozmadan nə istəyirsiniz edirsiniz. Qala haqqında onu deyim ki, tarixi ta eramızdan əvvələ gəlib çıxan bu yerin tikilmə məqsədi şimaldan tez-tez hücum çəkən tayfaların qarşısını almaqdan ötürü olub. Hunların ən qüdrətli çağında Avropanın yarısını fəth etdikləri 5-ci əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və dağbandan ibarət idi. Narın qalanın cənub-şərq bucağından başlayan dağları, meşəli və yarğanlı keçilməz dağlarla qərbə, Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalaqlarının uzunluğu indi 40 kilometrdən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan dağları bütün ətraf ərazini nəzarət altında saxlamağa imkan verirdi. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə imkan verdiyindən bu yer demək olar ki, o vaxt üçün ən əvəz edilməz qala sayılırdı. Şəhərin ən hündür nöqtəsində yerləşən qala ilə dənizin arası isə 3 kilometrdir. Bax elə bu nöqtədən baxanda niyə bura Dərbənd dediklərini anlamaq olur. Dərbəndin ən hündür zirvəsindəyik. Yəni buradan Dərbənd biraz həm qəribə, həm də gözəl görünür. Müvafiq marşrut üzrə hərəkət edib yollandım Xan hamamına. Adi hamamlardan tamamilə fərqlənən və labirinti oxşayan bu yerdə çox güman ki, Xan tək çinməyib.
Nəzərə alsaq ki, o vaxtlar hər bir xanın hərəmxanası olub, onda məsələ aydın. Mən bura arzu ağacıdır, belə deyək də. Mən turistlər bura gəlir, öz arzularını deyib nəsə bağlayırlar bura. Mən də arzunu deməzlər, ona görə elə bir yerdən bağlayayım ki bunu. Hamı görsün. Arzunu deməzlər, ona görə mən də demirəm nə arzuluyuram. Narın qalanı dairəvi şəkildə fırlanırdım ki, qarşıma qalanın direktor müavini Vəli müəllim çıxdı. Azərbaycandan gəldiyimi bilib məni bu soyuq havada çay içməyə dəvət etdi. Ali təhsilini Bakıda alan Vəli müəllimin aid olduğu millətin paytaxt şəhəri olan Bakı ilə bağlı xoş xatirələri var. O Dərbəndi nə qədər sevirsə, Azərbaycanı və paytaxt Bakını da bir o qədər çox sevir. Söhbətimiz bayraq çıxana kimi davam etdi. Vidalaşdıqdan sonra elə üzü aşağıya, qalanın girişində yerləşən Tarix Diyarşünaslıq Muzeyinə yollandım. 2 mərtəbədən ibarət muzeyin əsas qapısı elə 2-ci mərtəbədən başlayır. İçəri daxil olursan və əsl tarixin necə qorunduğunun şahidi olursan. Ta antik dövrdən 19-cu əsrədək Dərbəndin keçdiyi tarixi özündə əks etdirən Tarix Diyarşünaslıq Muzeyində bütün eksponatlar şüşə altında qorunub. Düzünü desəm, bura mənim çox xoşuma gəldi. Həm təmizlik var idi, həm turist, həm də tarix. Xülasə, əsl Diyarşünaslıq Muzeyidir ki var. Otel şəraitində qalmaqdan ötürü o qədər də pulum olmadığı üçün gecələməkdən ötürü ev kirayə etdim. Evin interyeri və yaradılmış komfort deyərdim ki, oteldə olandan heç də fərqlənmir. İsti döşəmə, təmiz mətbəx, geniş qonaq otağı və ən əsası rahat çarpayı. Gecələmək haqqı isə 1500 rubl təşkil etdi. Qiymət məni şoka saldı. Əlavə olaraq deyim ki, ölkəmizdə belə şəraitə malik olan mənzilin qiyməti bundan dəfələrlə yüksəkdir.
Dərbənd küçələrində gəzintim davam edir. Yoldan keçərkən küçənin digər tərəfində maraqlı görünüşə malik qapı diqqətimi çəkdi. Biraz yaxınlaşdıqda bəlli oldu ki, bura şərq restoranıdır. Daha dəqiq desəm, Çin restoranı. Düzdür, o hazırda işləmirdi. Ancaq mənə dedilər ki, yayda bura gələnlərin sayı yetərincə çox olur. Yaxınlıqda yerləşən və Azərbaycan mətbəxi olan restorana girib, nədənsə kiftə sifariş verdim. Yemək yeyərkən mənə Dərbənddə yaşayan soydaşlarımız da qoşuldular və birgə nahar etdik. Çox sağ olsunlar, hətta mənim hesabımı belə ödədilər. Hə, indi vaxt gəlib çatdı mədəmin qeydinə qalmağa. Hal-hazırki vaxt üçün ən ali vəzifə kimi qarşımda dayanan yemək ehtiyacını deməkdən ötürü yollandım Kosmos restoranına. Restoran o qədər də pis görünmür, amma ondan da əsas odur ki, yeməkləri və xidməti yaxşı olsun. Budur, ofisiant xanım menyu təqdim edir və mən də adəti üzrə hərəkət edib, çox fikirləşmədən həmişəki kimi salat və albalı şirəsi sifariş verirəm. O ki qaldı yeməyə. Hə, bax onda gərək hava şəraitini nəzərə alasan. Mən də bu soyuq havada ilk gözümə dəyən xəmir yeməyi şübhələn sifariş verdim. Həmişəki kimi, yemək vaxtı çox danışmazlar. Nuş olsun. Yemək yedikdən sonra restoran nəzdində fəaliyyət göstərən əyləncə mərkəzinə yollandım. Demək olar ki, Dərbəndin ən iri əyləncə mərkəzlərindən biridir. Son dəfə fiqurlu konki sürmə ilə Qəbələ buraxılışımızda məşğul olmuşdum. Elə Dərbənddə də onun dadını yenidən çıxartdım. Burada həm də avtodrom var ki, 50 rubl ödəyib doyunca maşın sürə bilərsiniz. Mənim bəxtim həmişəki kimi gətirmir deyəsən. Xanım ha çalışır, ancaq avtomobil işə düşmür. Axır ki.
Dərbənd turistlərin ən çox gəldiyi yerlərdən biri olduğundan, burada əlbəttə ki, çoxlu otellər, hostellər və başqa gecələmək üçün yerlər mövcuddur. Ancaq bura gəlmək istəyirsinizsə, onda qabaqcadan deyim ki, burada siz 5 ulduzlu, dəbdəbəli otellər tapa bilməyəcəksiniz. Demək olar ki, heç bir oteldə bir dənə də olsun ulduz görə bilməzsiniz. Mən də çox axtarmadan gəlib çıxmışam Dərbəndin ən dəbdəbəli istirahət mərkəzlərindən sayılan Şəhristana. Kompleks şəklində insanlara xidmət edən bu yerə tanışdıqdan sonra yollandım resepsiyonun yanına. Amma mən sizə deyim ki, nömrələr o qədər də baha deyildi. Bu ucuzluqdan yararlanıb otelin ən bahalı nömrəsini sifariş verdim. Təsəvvür edin, rus pulu ilə 3500 rubl ödəyib, otelin ən lüks nömrəsini bir günlük keçirtdim öz adıma. Məlumatı olmayanlar üçün deyim ki, 3500 rubl bizim milli pulla 56 manat 35 qəpik deməkdir. Bax belə, 2 otaqdan ibarət olan nömrənin dizaynı çox əlaydı. Üstəlik 2 nəfərlik yataq otağı və qonaq otağı olan nömrə qiymətinə görə normaldır. Bu da mənim gecələyəcəyim yer. Kompleks şəklində insanlara xidmət edən bu yerdə mini zoparka və akvariuma da rast gəlmək mümkündür. Rus knyazı tərəfindən tənqidlərə məruz qalan yazıçı Bestujov Marlinskinin adına orta məktəbdə oxuyarkən ədəbiyyat kitablarında rast gəlmişdim. Elə burada, yaxınlıqda onun ev muzeyinin yerləşdiyini öyrəndikdə çox sevindim. Artıq bağlanmaq istəyən muzey məni görüncə iş saatını 15 dəqiqəlik artırdı. Çox sağ olsunlar. Marlinski barədə qısaca onu deyim ki, o dekabrist olub və məşhur Rus yazıçısı Aleksandr Sergeyeviç Pushkinlə üsyan dövründə yazışıb. 14 dekabr 1825-ci ildə 1-ci Nikolaya qarşı mübarizədə onun da əli var idi. Bir sözlə, adı tarixə düşmüş şəxsiyyətdir. Necə Cəl, hardasan? Yolları tanımıram axı, xarici ölkədəyik. Ya amma yenə də həmişə kimi 2 dəqiqə yarım gecikmişəm. Sənin bu 2 dəqiqələrin məni bezdirib da. Vəhsdir, Dərbənddə də sən bu hərəkətlər edirsən. Vəhsdir. Necə xoşuna gəldi Dərbənd, yoxsa necə? O, Dərbənd super. Həqiqətən super. Yəni təsəvvür eləmədiyimdən də gözəl. Və mən deyərdim hətta qonaqpərvər. O, mən deyərdim yox. Həqiqətən çox qonaqpərvər bir yerdir. Super bir yerdir, həqiqətən. Nə deyirdim? Hə. Aralarda oldu. Bir çox elə, yəni şəkillərimi hər halda gördün. Çox yaxşı əyləndim, Gördüm yedim, sən içdim, əyləncəni. Ən əsası çoxlu dostlar qazandım özüm üçün, yəni Dərbənddə. Belə, sən nə elədin? Mən də pis olmadı, narınqalıya getdim. Ən azından o boyda tarix var orada. Mən də oranı görmək istedim, amma heyf ki, sən ora artıq məndən qabaqcadan getmişdin, deyə mən gedəmədim.
Nəysə gözümdə qoydum onu. Ev yox. Amma Gələsə getməzdən qabaq mütləq ora dəyəcəm. Ha, lazımdır. Lazımdır, Cibində bəli. pul qalsa. Hə. 100 rubeldir. Ha, Hesaba baxaq. 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 Tural müəllim, nə oldu? Necəsiz? Özdə sən çox xərcləmsən ha bu dəfə, nə icəbsə. Yəni Başa düşmədim. pullarımı ver, uzatma. Nə? Pullarımı ver, uzatma. Sən gedək kartdan çıxart. Yox, kart lazım deyil. Ha, Kartdan burada. keçən dəfə çıxartdın da, çox sağ ol. Nağd, nağd. Soğan olsun, nağd olsun. Ver, hamısını. Ver. 400, 500, 600, ver. 1000. Ana, o birisini də ver. O birisini də ver. Minimi də ver, 1000. Ay Allah, 1000 rubl. Ha, və sən əla? Nəysə də, hə. Ha? Hə. Cibində pul qaldırmı? Mənim? Ha. Yox. 20 rubl qalıb. Necə gedəcəksən bə? Nə olar mənə? Mən səni aparmayacağam. Hə, apar. Az xərcləyərdim pulu. Nəysə, sən necə gedəcəksənsə özün bilərsən, o sənin problemindir, həll elə. Mən isə getdim. Nəysə, biz sizinlə sağollaşırıq. Görüşmək ümidilə hələlik.